Hər vaxtınız xeyir. Vaşinqtonda Amerikanın Səsinin televiziya studiyasında mən Bəxtiyar Zamanovam. Bugün Dünyaya Baxışda izləyəcəksiniz. Dünya müsəlmanları Ramazan bayramını qeyd edir. Obama Putinlə görüşməyəcək. Bəşər Əl-Əsədin avtomobil karvanına hücum xəbəri təkzib edilir. Dünya müsəlmanları Eid əl-Fitri, müqəddəs Ramazan bayramını qeyd edir. Əhalisinin çoxu müsəlmanlar olan İndoneziyada dindarlar bayramı qeyd etmək üçün məscidlərə toplaşıblar. Misirin müvəqqəti liderinin paytaxt məscidində bayram ibadətinə qatıldığı bir vaxt, minlərlə insan Ramazanı Qahirənin Təhrir meydanında qeyd edib. İslamın müqəddəs ibadətgahlarının yerləşdiyi Səudiyyə Ərəbistanında, Suriyada və Malayziyada da Ramazan bayramı qeyd edilir. Eid əl-Fitr, Ramazan ayında paklığa qovuşduran orucluğun sonunu qeyd edir ki, bu da İslamın 5 əsas ayələrindən biri sayılır. Müqəddəs ay ərzində dindar müsəlmanlar sübh çağından gün batana dək heç nə yemir və içmirlər. Birləşmiş Ştatlar Prezidenti Barack Obama dünya müsəlmanlarını Ramazan bayramı münasibəti ilə təbrik edib və bu bayramın bərəkət və birlik bayramı olduğunu deyib. Amerikanın Səsinin direktoru David Enzor da Ramazan bayramı münasibəti ilə dünya müsəlmanlarını təbrik edib. Salam, mən David Ensoram. Mən Vaşinqtonda qərargahlanan Amerikanın Səsinin direktoruyam. Amerikanın Səsi adından müsəlman tamaşaçılarımızın hamısını Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Eid mübarək. Ramazan ayı boyunca jurnalistlərimiz sizə dünya xəbərlərini çatdırıblar. Bu məlumatlarda dünya boyu müsəlmanların müqəddəs ayı necə qeyd etdikləri də öz əksini tapır. Biz ümid edirik ki, bu hekayələr əziz bayram mövsümündə bizi daha da yaxınlaşdırır və biz sizə Amerikanın Səsinin auditoriyası olaraq təşəkkür edirik. Hökumətin çadır düşərgəsini tərk edin çağırışına baxmayaraq, devrilmiş prezident Məhəmməd Mursinin minlərlə tərəfdarı Ramazan bayramını qeyd etmək üçün bir araya gəlib. Müvəqqəti prezident Ədli Mənsurun beynəlxalq elçilərin ölkədə siyasi durumla bağlı səylərdən uğursuz nəticələrini bəyan etməsindən sonra Mursi əleyhdarları da Təhrir meydanında toplaşıb. Cənab Mənsur danışıqların uğursuz nəticələnməsinə görə Məhəmməd Mursini və müsəlman qardaşlarını günahlandırıb. Birləşmiş Ştatlar və Avropa İttifaqı Misirdəki fikir ayrılıqlarının daha çox zorakılığa gətirib çıxaracağından, nəticədə Misir iqtisadiyyatının dirçəlişini ləngidəcəyindən narahat olduqlarını bildirib. Suriya rəsmiləri Dəməşqdə məscidə gedən zaman Prezident Bəşər Əl-Əsədin avtomobil karvanına hücumun olması barədə məlumatı təkzib edib. Dövlət televiziyası müqəddəs Ramazan ayının son günü Cənab Əsədin paytaxtdakı məsciddə namaz qıldığını nümayiş etdirən video yayımlayıb. Beynəlxalq mətbuata qoyulan məhdudiyyətlərə görə Suriyadakı hadisələr barədə məlumatların müstəqil mənbələri tərəfdən yoxlanılması çətindir. Böyük Britaniyada qərargahlanan Suriya İnsan Haqlarını Müşahidə Qrupu Dəməşqin Malki rayonunun minamyot atəşinə tutulduğu barədə xəbər versə də, Cənab Əsədin avtomobil karvanına hücumu təsdiq etməyib. ABŞ prezidenti Barack Obama gələn ay Moskvada Rusiya prezidenti Vladimir Putin ilə planlaşdırılmış görüşü təxirə salıb. Ağ Evin bildirdiyinə görə cənab Obama Böyük 20'lərin Sankt-Peterburqda iqtisadi samitinə qatılmaq üçün Rusiyaya səfər etməyi planlaşdırır. Samitdən öncə ABŞ prezidenti İsveçə 2 günlük səfər edəcək. Obama administrasiyası Rusiyanın Birləşmiş Ştatlarda məxfi izləmə proqramları haqqında məlumatları ictimaiyyətə açıqlayan ABŞ-ın Kəşfiyyat Agentliyinin keçmiş kontraktoru Edward Snowdenə keçən həftə müvəqqəti sığınacaq verməsini ciddi narazılıq hissi ilə qarşılayıb. Cənab Obama Rusiyadan ABŞ-da casusluq ittihamlarını irəli sürüldüyü Snowdenin təhvil verilməsini istəmiş, lakin cənab Putin bu müraciəti rədd etmişdir. Ağ Ev, Obama-Putin görüşünün iki ölkə arasında fikir ayrılıqlarına səbəb olan məsələlərin həllində kifayət qədər inkişaf olmadığına görə təxirə salındığını bildirib. Rəsmi Vaşinqton məsələlər ətrafında daha çox razılıq əldə edilənə qədər samitin təxirə salınmasını məqsədə uyğun hesab etdiyini bəyan edib.
Rusiya prezidenti Vladimir Putinin xarici siyasət məsələləri üzrə baş müşaviri Yuri Ushakov Rusiyanın cənab Obamanın qərarını dəyişməsini təəssüf hissi ilə qarşıladığını bildirib. Bununla belə Ushakov cənab Obamanın cənab Putin ilə görüşmək üçün dəvətin qüvvədə qaldığını deyib. Son həftələr ABŞ və Rusiya arasında Avropada raketlərdən müdafiə sisteminin yerləşdirilməsi, insan hüquqlarının vəziyyəti və Rusiyadan Suriya prezidenti Bəşər Əl-Əsədə onun hakimiyyətdən devrilməsinə çalışan üsyançılara qarşı mübarizədə istifadə etmək üçün silah göndərilməsi kimi məsələlərlə bağlı fikir ayrılıqlarının mövcud olduğu müşahidə edilir. Günün mühüm xəbərləri və reportajlarını habelə bloqlarımızı Amerikanın Səsinin veb səhifəsində izləyə bilərsiniz. Ünvanımız 3w.amerikanınsesi.org-dur. Vaşinqtondan Amerikanın Səsinin televiziya studiyasından mən Bəxtiyar Zamanov sizinlə xudahafizləşirəm. Salamat qalın.